Gəlin İranın bugünkü problemlərinin səbəbini coğrafiyasında axtaraq. İranın İraq, Əfqanistan, Ermənistan, Türkmənistan və Pakistan kimi inkişaflı olan ölkələrlə qonşuluq mövqeyi mövcuddur. İran hazırki ixtişaşlar fonunda nə özünün əlverişli geosiyasi mövqeyindən, nə də 90 milyonluq gənc əhalisindən effektiv şəkildə istifadə edə bilmir. İran demək olar ki, hər tərəfdən dağ silsilələri ilə mühafizə olunan dövlətdir. Şimalda Elburz, cənubda və cənub-qərbdə Zagros, şimal-şərqdə isə Kopet dağ ölkəni təbii müdafiə ilə təmin edilir. Mərkəz və şərq hissələri səhralarla örtülür. Neft ehtiyatına görə 4-cü, qaz ehtiyatına görə isə dünyada 2-ci yeri tutur. Bu baxımdan İran körfəzinə nəzarət xeyli əhəmiyyətlidir. Körfəzə çıxışı olan digər dövlətlər arasında İran ən uzun sahil xəttinə malik dövlətdir. Neft və enerji sektoru ilə yanaşı maşın qayırma, toxuculuq, mədən sənayesi və kənd təsərrüfatı sahələri güclü inkişaf edir. İranın 2024-cü il üçün ümumdaxili məhsulu 475 milyard dollar təşkil edir. Son illərdə ciddi şəkildə su qıtlığı yaşansa da, üstə, zəfəran, xurma və nar istehsalına görə dünyada ilk sıralarda yer alır. Son olaraq cənub qonşumuz öz potensialından, təbii resurslarından və dinamik əhalisindən düzgün istifadə etsəydi, sözsüz ki, günümüzdə vəziyyəti tamamilə fərqli olardı.